Salam, hər vaxtınız xeyir. Bugün rus bölməsində təhsil alan şagirdlər üçün olan Azərbaycan dili fənninin izahına baxacağıq. Deməli, hansı cümlədə ədat kimi deyil qoy sözü, nə isə harasa qoymaq, bir şey götürüb bir yerə qoymaq mənasındadırsa bu feil. Baxırıq A variantı kitabı yerinə qoy. Elə cavab oldu A variantı. Digərlərində isə qoy dərs, qoy yaxşı olsun, qoy dərslərini oxusun, qoy aparsın. Bunlar isə ədatdırlar. Parlaq sözünü hara əlavə edə bilmərik? Günəş parlaq şüaları demək olmaz. Elə cavabı adı. Divarın parlaq boyası, kəmərin parlaq muncuqları, lampanın parlaq işığı, parçanın parlaq sapları olar. Yalnız isimdən olan ibarət cümlədir. Baxaq, Bakı isimdir, şəhər də, Azərbaycan da paytaxtdır. Cavabımız oldu A variantı. Baxaq, digərlərində bu əvəzlikdir. Sonra müdrik sifətdir. Ətir yayılmışdır, feildir. Sulamaq feildir. Hansı cümlə frazoloji birləşmə ilə başlayır? Yola düşən daş, yola gerçək mənada düşməkdir. Uşaq ağzını açanda gerçək mənada açmaqdır. Şirin söz frazoloji birləşmə deyil. Burnumun ucu gerçəkdəndir. Hirsi başına vurmaq isə məcazi mənalı, yəni frazoloji birləşmədir. 7-ci suala baxaq. 7 idimi yoxsa? Yox, 9-cu suala baxaq. Deməli, O'dan sonra vergül qoyulmalıdır. O'dan sonra feil gələrsə vergül olmaz. Köməkçinin hissələr gələrsə vergül olmaz. İndi baxaq, o uşağı mən də görmüşəm. Hansı sualına cavab verirsə yenə vergül olmaz. Deməli, cavab Y variantı. O, kitab oxumağı çox sevir. Hansı sözdə ə yazılmalıdır? Şahzadə, fədakar, təvazökar, xəcalət, A olur burada. Həşərat cavabımız C variantı olacaq. Tabes mürəkkəb cümlə ardıcıl şəkildə başlayır. Birinci, bunun mürəkkəb, sadə cümlə olduğunu tapmaq lazım. Məsələn, C variantı tabeli mürəkkəb cümlə sasəyə görə bu cavab olmaz. Bu səbəbdir. Yazmışdı ki, burada ümumiyyətcə sadə cümlədir. B variantında həmcins üzvlərdir. Uşaq sualları cavablandırır, təhvil verir. Bu da sadə cümlə. Tərcüsünü eləyən uşaqdır. Açıldı nə pərdə, başlandı nə tamaşa. Bu isə ardıcıl baş verən hadisələrdir. Yenə mürəkkəb cümlə ilə bağlı sual var. Sadə cümləni tap deyir. Tanıdım, bax, qoşa nöqtə var. Olmaz. Burada sasə var, feili bağlamadır. Gün çıxmışdı, hava isə soyuq idi. Burada da mürəkkəb cümlədir. Onun atası həkim idi, anası mühəndis. Həkim idi, anası mühəndis idi. Nəsə tərsinə dedim. Nənəm hər il səməni cücərdir. Nənəm hamımıza pay verir. Hər ikisini eləyən nənədir. Bu sadə cümlədir. Əsərin geniş təhlilinə nə deyə bilərik? Geniş, ətraflı deyə bilərdik. Xəbəri feil olsun, baxaq. Anıların ayağı altındadır. Bu ismi birləşməkləndir. Qazanc isimdir. Yaraşıq isimdir. Nişanə. Burada ağalın nişanəsi. Bu ismi birləşmə. Qocaldır sözü isə qocaltmaq sözündən əlaqəlidir. Deməli, cavab Y variantı. İndi keçək mətnə. Əhməd Hüseyn mətni. Hansı deyir? Məzmuna uyğun deyil. Əhməd sualı cavablandırdı. Lovğa deyildi. İlk dəfə idi görürdü. B ilə C biraz qarışdıra bilər. Əslində qeyri-adi bacarıq deyir, mən eləməmişəm. Amma baxsan ki, mətndə həqiqətən qeyri-adidir. Kim o şeylərə fikir verir ki, ustanın zəhmətkeşliyinin mətnin məzmunla əlaqəsi yoxdur. Baxaq, hansı rəqəmlər yerinə görə məcazi mənadadır? Baxaq, özünü aparmaq məcazi, demək 4, söyləmək gerçəkdir, 4, 3 olmaz. Xahişi yerə salmaq var, səhv eləmirəmsə burada silinib. Bir də fikirləri oxumaq. Kitab olsaydı oxumaq olardı. Deməli, cavabımız 1, 3, 4 oldu. Yoxsa 1, 2, 4. Bir dəqiqə baxım. 4, 1, 2, 4. Cavabımız B variantı. Keçdik digər tərəfə.
Əhmədlə Sultanın müqayisəsi var. Əhməd işgüzardır, mətndə belə bir şey yoxdur. Avtomatik bax cavablar getdi. Saray nümayəndəsi də Əhməddə saray nümayəndəliyinə aid heç bir şey yoxdur. Məntiqlidir, doğrudur. Qeyri-adi bacarığa 5-i də deyə bilmərdik. Qeyri-adi bacarıq Əhməddə idi. Həqiqət axtarandır, bəli. Gəldi məsələnin gerçəyini yoxlamaq üçün Əhməd Hüseyni dəvət elədi. Giriş, əsas, nəticə. Baxaq. Giriş hissədə nə deyir? Dünya görmüş idi. İnsanlar onun haqqında danışırdı. Bu da nədir? Şayiələri həqiqət olduğunu öyrənmək üçün dəvət eləyir. O da gəlmir. İndi gəlin bax. Demək, saraya dəvət eləmək hardadır? Girişdə. A variantı. Hüseyni sınağa çəkir. Hüseyni sınağa çəkmək yoxdur. Bu əsas hissədədir. Deməli, bu olacaq B. Haqqında şayiələr, bu da A-dadır. Demək, birə AC gəlirsə, cavablar getdi avtomatik. Sonra Hüseynin şayiələri ardından Hüseynin saraya gəlməsi əsas hissədədir. Bu da olacaq B-yə. Tərsinə mi dedim yoxsa? D variantı aydınlıq isə sonunda gətirir ki, mən filan şeylərə baxıb dedim. Deməli, cavabımız oldu D variantı. Əhməd Hüseyn hansı fikirlə nitqini tamamlayar? Burada səhv eləməkdən getmirdi söhbət. Bu nə idi? Yaxşı müşahidə eləyir də və insanların həyatını öyrənməyə imkan verir deyə bilərdik. Çünki diqqət edib baxıb dedi. Başqa bir şey yox idi. Dolaşmaq sözü bu deyir ki, bunun haqqında şayiələr dolaşırdı. Yəni yayılmışdı, dildən dilə keçmişdi mənasında. Mətnin altından xətt çəkilən sözün düzgün izahını müəyyən edin. Mətndə altından xətt çəkilən söz hansı idi? Burada silinib yəqin ki. Baxaq. Adaş. Adaş da eyni adda olan insanlara deyilir. Cavab B variantı. Sultan Əhməd Hüseyni saraya dəvət etməkdə məqsəd nə idi? 2 dənə deyə bilər ki, birinci həqiqəti öyrənmək istəyirdi. İkinci də ki, bu deyirdi ki, mən bu cür adamlar sarayda olmalıdır. Yəni sarayda ağıllı adam olsun deyə. Ağıllı adam yazım da belə. 2 dənə fikir dedim və birbaşa ağlıma gələni dedim. Sonra o birisi yoxdur burada. Davam edirik. Nə idi mətnin adı? Möhtəşəm Moirad daşları ilə. Deyir, mədəni əhəmiyyəti nə idi bu daşların? Burada yazır ki, sonda mədəni əhəmiyyəti yerli xalqın əfsanəsinə görə, bax, belə şeyləri var idi. Deməli, əfsanə, inanclar. Mətnin üslubu nə idi? Bu publisistik üslub. Belə baxaq, istəsəz mətni belə qoyum, istəsəz oxuyun. Deməli, publisistik üslub Ağdamda deyil, filan şeylər tapılmışdı. Baxsaq, bu rəsmi üslubdur, bu bədii üslubdur, bu da bədii üslubdur, bu da bədii üslubdur. Ona görə cavab olmaz. Unikal sözü nadir söz deməkdir. Ona görə cavab olacaq C variantı. Heç cümlələrə baxmadım, başqa mənasında var idim deyə. Unikal nadir deməkdir, yeganə deməkdir. Mətndə nə yoxdur? Yaşı var, diametri, yumrudu forması, çəkisi də var, amma rəng haqqında məlumat yoxdur. Bax, burada nə qədər şey var, dairəvidir, 10 tona qədər olur. Sonra nə deyə bilərdik burada? Forması, rəngi, çəkisi var, hamısı var. Sonra keçək 27-ci suala. Mətndə nə yoxdur? Mətndə dairə forma harda yerləşir, ölçüsü necədir, daşlarla bağlı. Turistin sayı yox idi axı burada. Mətndə turistin sayı yoxdur. Baxaq, giriş hissəsindədir, aid plan bəndlər. Giriş hissəsində nə var idi? Giriş hissəsində var idi ki, unikal, gözəl daşlardır, turistlər gəlir, qəribədir və axşam vaxtı gün batarkən hər kəs izləyir, ona görə seyr edir. Baxsaq, çöküntü söhbəti yoxdur burada. Mən görməmişəm. Heyrətamiz var, bir də turistlərin diqqət mərkəz. Cavab 2-4 A variantı.
Muraikə daşları qeyri-adi naxışlar var idi. Heykəltaraş yaratmayıb axı bunu. Avropalılar gətirib də yoxdur, dağlıq ərazidə yox. Cavab olacaq 1, 3. Baxaq burada nədir? 30 səbəb nəticə də mətn bizdə olmadığına görə cavabı deyə bilməyəcək. Belə. Kanala abunə olaraq bizə dəstək olmanızı xahiş edirik. Sağ olun.